günlərdə 87 yaşım tamam oldu, 88-ə keçdim. Ən böyük arzum budur ki, cəmiyyətimiz düzəlsin. Azərbaycandan gözəl vətən yoxdur. Buradakı insanların yaxşı yaşama haqqı var. Biz Türk millətiyik, Türklər qoçaqdır. Zamanında hələ böyük Alman filosofu Hegel bildirib ki, ey insanlar, özünüzə müsəlman bir padşah seçin, o ədalətlə, düzgünlüklə, haqla dünyanı idarə edəcək. Biz dəqiq insanlarıq, vətənimizi sevirik. Elə bir xalq tanıyırsınız, məyəri öləndə arvadı özünü öldürsün. 20 yanvar hadisələrində İlham Əhmədə getdi, onun həyat yoldaşı Fərizə özünü öldür. Elə bir millət yoxdur, mən belə bir cəmiyyət istəyirəm. Özüm bunu yaşamasam da nəvələrim yaşayacaq. Bunu moderator Azad açıqlamasında tanınmış həkim fizioloq Rəşid Mahmudov bildirir. O daha sonra boşanmaların sayının artdığını vurğulayıb. Televiziyalar milləti yalaq-yaltaq etdi. Əlimdə imkan olsaydı bəzi verilişləri bağlayardım. Nəinki bəzi verilişləri, elə əksəriyyətini bağlayardım. Niyə boşanmalar artıb? Hamısı bu verilişlərin təsirindəndir. Arvad baxır, görür ki, müğənni rahat həyat yaşayır, əri arvadı ilə bacam. Televiziyada gördüyünü sabah ondan istəyir. Bir də qız analarının üzərinə böyük məsuliyyət düşür. Qız ata evindən ər evini gəlin köçəndə ana onun işinə qarışmalıdır. Ana qızın işinə qarışsa onun evini yıxacaq deyə Rəşid Mahmudov əlavə edib.